Salam əziz müəllimlər və müdavimlər. Bugün biz təhsil alanların və təhsil verənlərin hüquq və vəzifələr mövzusunu öyrənmiş olacağıq. Gəlin əvvəlcə yadımızda saxlayaq görək, hüquq nədir, vəzifə nədir? Bunu necə asan yolla yadımızda saxlayarıq? Yadınızda saxlayın ki, hüquq istəyərəm, edərəm, istəmərəm, etmərəm. Vəzifəni isə borc kimi yadınızda saxlayın. Yəni vəzifəmdir, borcumdur, etməliyəm. İlk öncə baxaq biz təhsil alanların hüquq və vəzifələrinə. Baxın, burada qeyd olunub ki, ümumi təhsil sahəsində təhsil alanların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasına, təhsil haqqında Azərbaycan Respublikasının qanununa, bu qanuna həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir. Ümumi təhsil sahəsində təhsil alanların hüquqları bunlardır. Baxın, təhsil alanların hüquqlarından danışacağıq biz. Həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə mənəvi-psixoloji cəhətdən sağlam və pedaqoji mühitdə təhsil standartlarına, baxın, dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq. Bu sözü yadınızda saxlayın. Dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq şagirdin hüququdur. Təhsil sahəsində və təhsil müəssisəsində tədrisin dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri sərbəst seçmək. Baxın, sərbəst sözünü harda gördüksə, bilin ki, o hüquqdur. Bu sərbəst sözünü təhsil verəndə də görəcəksiniz, yəni müəllimlərdə də görəcəksiniz. Sərbəst sözü varsa hüquqdur. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz dərsliklərlə təmin olunmaq. Şagirdin nə idi? Hüququdur təbii ki. Müvafiq icra hakimiyyətinin orqanın müəyyən etdiyi qaydada biliyinin qiymətləndirilməsini yenidən tələb etmək. Baxın, biliyinin yenidən qiymətləndirilməsini tələb etmək. Şagirdin nə idi? Təbii ki, hüququdur. Təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək şagirdin hüququdur. Yəni, şagirdə heç kim deyə bilməz ki, sən bu təlimdə iştirak et və ya etmə. Və yaxud da heç kəs buna qadağa qoya bilməz. Çünki şagirdin bu hüququdur. Şərəf və ləyaqətinə aşağılayan fiziki və mənəvi zorakılıq hallarında insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq. Təbii ki, şagirdin hüquqlarıdır. Psixoloji yardım almaq və psixoloji yardım haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz şəkildə psixoloji yardım almaq şagirdin hüququdur.